Azərbaycanda noyabrın 5-də Bakıda və rayonlarda yağış yağacağı gözlənilir. Bu haqda D.Az Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Gündüz tədricən kəsiləcək. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-12, gündüz 15-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu, nisbi rütubət 80-90% təşkil edəcək. Azərbaycanın əksər rayonlarında havanın əsasən yağımsız keçəcəyi, ancaq bəzi şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətli leysan xarakterli olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11, gündüz 16-21, dağlarda gecə 0-5, gündüz 5-9 dərəcə isti olacaq. Yağan intensiv yağışlar Bakının yollarında böyük tıxacların yaranmasına səbəb olub. Paytaxtın giriş-çıxış istiqamətlərində, şəhərin mərkəzi küçə və prospektlərində nəqliyyatın sıxlığı daha çoxdur. Hazırda Bayıldan Azneft dairəsi istiqamətində aeroport yolunda böyük tıxacılar var. Bildirək ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə Bakıda və Abşeron yarımadasında noyabrın 5-i gündüzədək arabir yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı gözlənilir.